Yeni roman insanın yox, mədəniyyətin bioqrafiyasıdır. Yeni roman 2-ci Dünya müharibəsindən sonra ədəbiyyatda ənənəvi romanın təhkiyə formasına etiraz kimi ortaya çıxan, nəsrdə inqilabi bir dəyişikliyin baş verməsi ilə nəticələnən, ədəbi cərəyanından çox yazılı bir təhlil, araşdırma işi olan tamamilə modern bir hadisədir. Yeni roman ənənəvi romandan demək olar ki, geri dönüşü olmayan qırmızı xətlə ayrılır. Məsələn, ənənəvi roman ancaq insana və onun daxili dünyasına fokuslanırdısa, yeni roman insanın da içində yer aldığı mədəniyyətin özünü ifadə edir. Yeni roman obrazları və hadisələri arxa plana keçirir. Onların yerinə mədəni, tarixi ünsürləri, əşya və nəsnələri seçir. Yeni roman ümuminin deyil, xüsusinin ifadə tərzidir. Yeni romanın ən qabarıq özəlliyi polifonik olması, mətndaxili çoxsəsliyi ilə yanaşı digər sənət sahələrinin üslub və ideyalarını da içində əridə bilməsidir. Yeni roman Alain Robbe-Grillet, Michel Butor, Claude Simon, Nathalie Sarraute və digər fransız yazıçılarının Kafkadan, Joyce'dan, Proust'dan, Gitte'dən sonra romanı yenidən modernizasiya etmə cəhdləri nəticəsində ortaya çıxan bir roman növüdür. Yeni romanın məqsədi ilk növbədə roman müəllifini 19-cu əsr təhkiyəsinin çərçivələrindən xilas etmək, ona insanla yanaşı mədəniyyəti ifadə etmək üçün də azadlıqlar verməkdir. Flaubert'in, Balzac'ın, Dostoyevskinin, Tolstoyun romanlarında dünya bir ölçülü idi. Ənənəvi romanlar bir gözün müşahidəsi və bir ağlın mühakiməsi ilə yazılırdı. Yeni romançılar bunu inkar etdilər. Dünyanın çoxölçülü olduğunu, müşahidə və mühakimədə başqa gözlərin və beyinlərin də iştirakının vacibliyini iddia etdilər. Yeni roman özünə lazım olan hər bir şeyi özününkiləşdirə biləndir. Yeni romanda hadisə dilin özüdür. Yeni roman ənənəvi romana dastan estetikasından gələn hadisəçiliyi rədd edir. Yeni romanın özünə məxsus təhkiyə texnikaları var ki, onlardan biri subyektiv təsvir texnikasıdır. Subyektiv təsvir zamanı müəllif oxucuya göstərmək istədiyini deyil, göstərmək istədiyində özünün gördüyünü çatdırmaq məqsədi güdür. Coetzee, Saramago öz romanlarında bu texnikadan geniş istifadə edir. Yeni romanın başqa bir texnikası tragediyanın və komediyanın siyam əkizləri kimi yanaşı verilməsidir. Oxucunu ayrı-ayrılıqda verilən tragediyanın və komediyanın monotonluğu ilə bezdirməmək üçün yeni roman müəllifləri bilərəkdən tragediyanın içində ironiya, yumor, ironiyanın, yumorun içində tragediya verir. Yeni romanın üçüncü bir texnikası polifoniklikdir, yəni çoxsəslilik. Yeni romandan şeirin də, fəlsəfənin də, essenin də, reportajın da səsi eşidilə bilər. Bir şərtlə ki, roman onların deyil, onlar romanın tələblərinə cavab vermiş olsun. Yeni roman şuur axınının yeni formalarını kəşf etdi ki, onlardan biri də halüsinasiya effekti texnikasıdır. Amerika psixoanalitiki Gardner Murphy'yə görə şuur fasiləsiz axan bir prosesdir. Bu axının formalarından biri də halüsinasiyalardır. Yeni roman halüsinasiyaları şuur axınının bir növü kimi təhkiyədə istifadə edir. Proust'da, Joyce'da şuur axını dil vasitəsilə ifadə olunur. Amma məsələn, Salman Rushdinin Gecə Yarısı uşaqları romanında bu metafizik halüsinasiyalar şəklində özünü göstərir. Yeni romanda ənənəvi olan yalnız oxucudur, amma hazırlıqlı oxucu.